Salam balaca rəssamların və rəssamlığa marağı olanlar, bu günləri qeydiyyat başladı. Yəni qabiliyyət imtahanının qeydiyyatı başladı. Qabiliyyət imtahanının qeydiyyatı təqribən bir həftə çəkən bir prosesdir. 5 gün, 6 gün, yəni bir həftə çəkir ümumiyyətlə. Ya da bəlkə də qısaldıblar, amma mən bildiyim qədərilə bir həftədir. Və bu qabiliyyət imtahan ərəfəsində seçim əsasında necə aparılır, qeydiyyatda necə keçirilir deyə uşaqlar mənə çoxlu yazıblar. Dedim ki, heç olmasa videoda konkret nə bilirəmsə, nə məlumatım varsa sizə ötürüm. Deməli, Google-a daxil olursan və orada din yazırsan. Dinə daxil olanda ilk yazılan söz var orada, qeydiyyat sözü. Qeydiyyatı keçirmək üçün sən öz şəxsi kabinetin parolunu və şəxsiyyət vəsiqəsinin filini bilməlisən. Onları elədikdən sonra uşaqlar, orada bir bölmə açılır, qabiliyyət imtahanı ilə bağlı və orada bölgələri seçirsən, hansını vermək istəyirsən və bunu deyim ki, sənin ilk ilindirsə, seçdiyin yer ödənişsiz formada qeydiyyatdan keçsin, amma ikinci, üçüncü yerlər, məsələn, sən vermirsən təsvir incəsənət müəllimliyini, sonra verirsən dizayn, sonra verirsən DTS-ə. Artıq onlarda ödəniş etmək məsələsi var. Yəni, bəlkə qanunda dəyişiklik olmayıbsa, hələ də bu proses belə gedir. Yəni, seçim edərkən, qeydiyyatdan keçərkən qabiliyyət imtahanında öz buraxılış balını da nəzərə alaraq bunu eləyin. Məsələn, sən yığmısan 100, gedib dizaynın qabiliyyətində, yəni iştirak etməyin biraz çətin məsələdir. Çünki balın aşağıdır və sənin orada düşmə ehtimalı da aşağıdır. Qabiliyyətdən 9-10 alaram, düşərəm, yox, artıq bal sistemində məqbul və qeyri-məqbul ayırıblar. Ona əsasən də artıq burada buraxılış balının da önəmi var və qabiliyyətdə də məqbul olaraq keçməyin kifayətdir. Yəni, sən 6 da alsan, buraxılışın yüksək nəticədirsə, sən avtomatik, yəni ödənişsiz formada təhsil ala bilərsən. Bir dənə də uşaqların səhv etdiyi bir proses var uşaqlar. Deməli, məsələn, başqasına elətdirirsiniz, qeydiyyatı keçirsiniz və keçəndə qeydiyyat bitdikdən sonra hər dəfə şəxsi kabinetə nəzarət etməlisiniz. Çünki orada verilən tarixlər ayrı-ayrı olur. Uşaq sayı çox olduğuna görə hər kəsi bir günə salıb qabiliyyət imtahanı keçmirlər, belə bir şey yoxdur. Hamını bir otağa salmırlar. Yəni, demək istədiyim, hər kəs ayrı vaxt periodunda gedir və ona əsasən də qruplara bölünür. Yəni, filan otaq bu keçəcək, növbəti günorta növbəsi də var. Məsələn, səhər və günorta növbəsinə bölünür. Yəni, o qədər uşaq çox olanlar. Ona görə tez-tez baxın. Səhv nədir? Səhv dedim. Deməli, uşaq gelir TikTok hesabından qeydiyyatdan keçir. Biriniz vasitə olur da, kömək edir. Və deyir ki, ona, qabiliyyətin, mənim imtahanım vaxtı olanda mənə xəbər eləyərsən. Əlbəttə ki, xəbər bəziləri vermir. İndi hamını da ünvanlandırmıram. Olmur. Avtomatik məsuliyyət onun üstünə düşmür, sənin üstünə düşür ki, sən pinindir, parolundur, onları bil, özün tez-tez nəzarət elə. Yəni, çox məsələn, bu prosesini görmüşəm, mən özüm də bu prosesdə olmuşam, yəni özüm də qabiliyyət imtahanı geçmişəm. Bunu, necə deyəm, məharət kimi demirəm, amma oldu da, yəni nə eləyə bilərik, yəni oldu bu proses və gecikdir. Və bu prosesin olmaması üçün sizdə də çalışın məsuliyyətli yanaşın. Mən məsuliyyətsiz deyildim, sadəcə bilmirdim də, yəni deyək də müasir texnologiya falan, telefonda da girirsən, pindir, paroldur. Zaten o vaxt düşüncə tərzimiz falan filan, nəsə çox dərinə getməyim, əsəbləşirəm bəzən. Artıq mənası yoxdur. Zaten 4 il oxudum, 2 ildə magistri bitirirəm artıq. Zaten keçmişdə olan nə yaşamışıqsa hamısı bir təcrübədir deyib susmaq lazımdır, yox, davam etmək lazımdır. Əsas məsələ də budur. Dediyim kimi, qeydiyyatı da dedim, vaxt ödəniş məsələsində dedim. İndi sizin beyninizdə nə sual vardır qeydiyyatla bağlı, qabiliyyət imtahanı ilə bağlı, yəni şərh bölməsində yazın, cavab verəndə olacaq, mən də özümdə cavablandıram. Deyim ki, qısa bir məlumat videosu çəkim və bunu da deyim ki, rəsmlərinizə baxın videosu da bazar günü gələcək. Digər videolarda görüşəndə hələlik biraz yorğunum, ona görə biraz sürətli danışdım uşaqlar. Amma deyim ki, heç olmasa bir məlumat xarakterli sizlə bölüşüm. Hələlik.